Sevginin mətbəxindən hər kəsə salam. Bu gün sizlərə çox rahat üsulla çiyələk kompotu necə hazırlanır onu paylaşacağım. Əgər siz də belə gözəl, rəngi və ətirli çiyələk kompotu hazırlamaq istəyirsinizsə, videonu sonadək izləyin. Gəlin indi hazırlanma qaydası ilə tanış olaq. İlk öncə çiyələklər təmizlənir. Təmizlədiyim çiyələkləri bir qaba tökürəm. Daha sonra yuyuruq. Çiyələkləri yuyub süzgəcə tökürəm ki, suyu tam süzülsün. Şüşələrimizi qaynar suyla yaxalayıram. Daha sonra isə çiyələkləri şüşəyə yığıram. Hər şüşə üçün 150 qram şəkər tozu tökürəm. Daha sonra isə qaynar su əlavə edirəm. Qaynar suyu töküb ağzını bağlayıram. Və şəkər tozu ərisin deyə biraz çalxalayıb 2 dəqiqə üzü aşağı saxlayıram. Belə olduqda şəkər tozu tam əriyir. Hazırladığım kompotları ədyalın içərisinə qoyuram. Hər tərəfini bağlayıram ki, soyuq girməsin və 24 saat saxlayıram. ...24 saatdan sonra isə kompotları çıxardıram və artıq budur. Kompotlarımız hazırdır. Qışa da çox gözəl qalır. Videoda da göründüyü kimi necə də gözəl rəngi alınıb. Həm rəngi gözəl, həm də dadı gözəl.
hazırlayın, çox məmnun qalacaqsınız. Əgər bəyəndinizsə kanalıma abunə olmağı da unutmayın.